Gözəlliyə baxın ey dostlar. Arif, uzaqdan lövhəni gördüm. Sosial şəbəkədəki paylaşırdılar ey Ballıcada kətə. Ey baxamın ünvandı. Gedək orada bir kətə yeyək. Salam aleyküm. Nətərsiniz? Allah bazar versin. Sosial şəbəkədə görmüşdüm sizin bax bu yeri. Dedim ki mən də sizin bu kətədən bir dadım Ballıca kətəsindən. Yaxşı eləmişsiniz. Hoş gəlmişsiniz. Bizim Qarabağımıza. Nətərdir bax işlərini? Yaxşı. Öz evimizdir. Öz atamın tikdiyi öz evinə. Hə, öz ata yurdundasınız. Öz ata yurdumuza gəlmişik. Söz deyirəm, nə qədər gündə kətə satsan? Gündə 200, 250. Ay maşallah. Bir ayda olur 300. Sezonda. Adlı kətətdir ona görə. Biz də yeyək baxaq. Özünüz yeyək görərsiniz. Şəraitinizdə Yaxşı. bax eviniz, işiniz, suyunuz, maya qazınız, internetiniz. Hər şey var. Hər şey. Hər şey. İnternet var. Gaz var, su var, işıq var. Hə. Bunun arasına qoyduğun göylər nə göydü? Göykəz dağ pencərdir. İndi dağda pencər soğurulubdur da, quruyubdur. Biraz da alınmadı. Amma dağın göyləri çoxdur da. Dağ göy əlbəttə. Özə Bollucana da göy qoysan ha. Hə, yayda lap. Neçə nəfər ali üzünüz var? Qardaşımdır. Gəlinimizdir. Belə 3 nəfər qardaşımdır. Bir də mən. Qardaşın nə işlə məşğul olur? Müəllimdir. Müəllim. Məktəbdə müəllim. Qabaq jurnalist işləyir. 21 ildə müəllim. Ballıcada da məktəbdə. Bəli. Yerli müəllim kimi görüşdən qabaq gətirdilər. İndi burada sən tək işləyirsən yoxsa köməyin var? Köməyim var. Neçə nəfər işləyirsiniz burada? 200 kətə də az deyil də. Ver onu mən çörüm görüm biz. Yəni görmüşəm. Eləmi? Yaxşıdır pişir. Hə, bacarıram da mən də pişirməyə. Hə, ola. Hə, indi bu kətədən veriyək görək. O Arif qardaş da yesin bizim operator. Bir iki dənə kətənizi ver yeyək. Sumağı mı təbii sumaqdır? Sumaq alırıq. Olmur, yalan deyəsinlər. İnşallah hamısı yavaş-yavaş olacaq. Ən çox müştərin axşam olur, hansı saatlarda olur? Axşam da olur, gün ortada olur. Ən çox bax bunun içində nə göğü var? O qırmızı pencər deyil. Qırmızı pencər. Bəli, əvvəlikdir, ağ şişidir, yəni. Hamısı dağlardan yığılıb da. Bəli, Dağın kəkötüsüdür bu da. dağlardan yürür. Görsən oradan baxıram ki, bax müştərilərin, qonaqların gəlir. Deyən görüm sizin şərait nətərdir? Elə bunlar kimi Yaxşı da vəziyyət. yaxşı vəziyyətimiz çox yaxşı. Neçə ildir öz doğma torpağınıza həsrətliyiz? 88-də. 88-dən. Bəli. Yəni biz buralıyıq da. Hə, Ballıcadansınız deyil? Əsl yerli biz. Hə. Hə, indi bizim kətəni ver görək. Yaxşı bir yerində oturaq bir sizin o kətədən yeyək. Deyil məşhur kətədə Ballıcanın kətəsi. Amma gözəl də ki, şərait yaratmışsa burada. Gör balaca bir yerdə insanlar nə gözəllik yanadı və söhbət odur. Görsən. Mən də yerlərimdə bir istirahət edeyim Arif. Nə məsləhətdir. Valladan buradan getmək istəmir. Həqiqətən də gözəldir. Dostlar, görürsünüz mənzərəni. Bax, insanlar, bax, şərait qruplar, özləri üçün kiçik bir biznes qruplarda, bax, belə deyək. Deyir ki, axşam saatlarında insanlar çox olur. Elə stollarından, masalarından bilinir ki, burada həqiqətən də insanlar kətə yeməyə çox gəlir. Bu cür mənzərəyə kim gəlməz? Samavar çayı orada tüstürüyor. Görsən Arif onu, samavarın çayı. Təbii də, hər şey təbii. Gəl görək yox.
verirsən mi? Verirəm. Yağıyla verin, yoxsa qaymaqla? Qaymaq da təbiidir yağın ki, sən nehrə yağın da təbiidir, amma bizə qaymaqlı kətə ver. Baş üstə. Ver onun 2 dənəsini yeyək görək. Maşallah kətələrin də ki böyükdür. Ha, biz böyük pişiririk. Allah köməyiniz olsun. Kətəmizi ver. Kətəmiz də gəldi. Ballıca kətəsi. Gözəl. İndi yeyək, bir dadına baxaq. Ballıcanın kətəsi. Bəh, bəh, bəh. Gözəldir, gözəl. Həqiqi əladır, baldır. Dostlar, həqiqətən də Ballıcanın kətəsindən yedik. Çox gözəldir. Baldır, bal. Biz burada olan müddətdə 2 adədə gəldi. Allah bazarlarını versin. Soruşdum gələn qonaqlardan da hansı bölgədən gəlirsiniz? Dedilər Xan kəndindən. Xan kəndindən gəliblər Ballıcanı həm gəzməyə, həm də ki kətə yeməyə.